Salam doktor, mən də sualımı yazım. Bəlkə siz çarə deyə bilərsiniz. Ən nadir xəstəliklərə çarələr bizdədir. Anlada bilmədiyim bir şey, sanki heç mən yaşamamışam, varlığım ilə bağlı şübhə duymaq, şəxsiyyətimi dərk edə bilməmək. Bu nə ilə bağlı ola bilər? Biz bunu dissosiativ hallarda görürük. Ətrafa yadlaşma və öz bədəninə yadlaşma halı baş verir. Nə deməkdir? Yəni, normalda mən burada oturduğumda stola oturmuşam və bədənimlə bunu hiss edirəm, amma bu xəstələrdə, dissosiativ pozuntusu olan xəstələrdə bədəni hiss etməmə olur. Yəni, mənə bir xəstə gəlmişdi, başımdan aşağısını hiss etməm, yəni onun varlığını hiss etməm. Digər bir şey, özümü sanki televizordan baxıram, şüşədən görürəm, sanki ruhum bədəndən çıxıb qıraqdan məni izləyir kimi. İnsanlar real həyatda deyilmişəm, insanlar bir kinonun içindəymiş kimi hissiyatlara qapılıram. Belə ətraf mühitə yadlaşma, derealizasiya, özünə yadlaşma, depersonalizasiya dediyimiz dissosiativ pozuntunun əlamətləridir. Altında yatan şey anksiyetədir, yəni ki, təşviş, bu təşviş də çox səhv başa düşülür, sanki bir şeydən qorxmaq kimi başa düşülür, amma bu iç narahatçılığıdır, şuuraltı bir narahatçılıqdır, bir çox səbəbdən qaynaqlana bilir. O təşviş bu derealizasiya, depersonalizasiya əlamətlərinə səbəb ola bilir.